Qızılyel xəstəliyinin təkrar olmaması üçün nələrə diqqət yetirməliyik? Qızılyel xəstəliyi elə bir xəstəlikdir ki, normal insanlarda, yəni hər hansı bir ciddi problemi olmayan normal fərdlərdə, immun sistemi normal olan fərdlərdə rast gəlinmir. Bu adətən kiçik bir travma, mikrotravma nəticəsində aşağı ətraflarımızda və yaxud da ki, yuxarı ətraflarda kiçik bir travma, mikrotravma nəticəsində bakteriyanın, əsasən Staphylococcus aureusun və yaxud da Streptococcus pyogenesin dəriyə kontaminasiyası nəticəsində baş verir və bu kontaminasiya nəticəsində normal insanlar normal reaksiya verərək, immun reaksiya verərək həmin bakteriyanı məhv edir. Ancaq bəzi problemi olan şəxslərdə, tutalım ki, damar yetməzliyi olan şəxslərdə kifayət qədər qan dövranı olmadığından yerli olaraq bakteriyalarla, mikroblarla mübarizə azaldığına görə bunlar bakteriyalara tez yoluxur və infeksion prosesin başlamasını sürətləndirir. İkinci olaraq isə bu prosesi şəkər xəstələrində yerli olaraq toxumaların qidalanması pozulduğuna görə, toxuma trofikası pozulduğuna görə mikroorqanizmlərin orada yayılıb çoxalması və şəkərlə qidalanan bakteriyaların həmin nahiyədə daha əlverişli çoxalması səbəbindən qızılyel xəstəliyi təkrarlanır. Bunun üçün qızılyeldə ilkin olaraq bu pasiyentlər risk daşıyır. Hansı pasiyentlərdir? Damar yetməzliyi olanlar və şəkər xəstələri, şəkərli diabet xəstələri. Bunun üçün də şəkərli diabet kontrollu olmalıdır daimi olaraq və damarları mütəmadi olaraq fleboloq nəzarətində qalmalıdır.